Qeyd etdiyim kimi səbr özü 3 qismə bölünür. Onlardan da biri müsibət və bəlalara səbr etməkdir. Hər kəsin işi deyil, qarşısına bir problem çıxdığı zaman səbr eləyə bilə, dözə bilə. Mən imtahanla da bağlı bu mövzuları mən geniş şəkildə qeyd etmişdim. Amma ürək lazımdır. Qarşıva bir müsibət, bir çətinlik, bir narahatçılıq çıxdığı zaman siz dözə biləsiniz. Siz səbr edə biləsiniz. Allah səbr verməsə, Allah güc verməsə, heç kəsin qüdrəti yoxdur ki, müsibətlərə və bəlalara səbr etsin. Və hədis-i qudsidən də keçən səfər oxumuşdum. وَلَمْ يَسْبِرْ عَلَى بَلَائِ وَلَمْ يَشْكُرْ عَلَى نَعْمَائِ Belə bir hədis var idi əlimizdə. Və onu mən oxumuşdum mövzularımızın, verilişlərimizin birində. Hər kim, Allah Teala buyurur, mənim verdiyim nemətlərə şükür etməzsə, verdiyim bəlalara səbr etməzsə, verdiyim ruzilərə şükranlığın ifadə etməzsə, getsin özü üçün, daha doğrusu çıxsın mənim yerimin üstündən və göyümün altından, özü üçün başqa bir Allah tələb etsin. Bu da mümkün deyil. Hara gedirsinizsə gedin, hara gediriksə gedək. Allah elə bir məkan və şəraitlə məhdudlaşdırmaq olmaz. Allahın məkanı yox, Allahın zamanı yox. Yəni bütün və məkan zamana sığmayan bir varlığın biz huzurundayıq. Getsin özü üçün, çıxsın mənim yerimin üstündən, göyümün altından, özü üçün bir başqa Allah tələb etsin. Bu da mümkün deyil. Ona görə müsibətlərə dözmək, çətinliklərə dözmək çox insandan güc və iradə istəyir. İkincisi, ibadətlərdə səbr etmək. İnsanlar var, bəzən, mən bunları qısa olaraq o 3 əsas hissəni deyəcəm və bunların üzərində biz danışacağıq Allahın izni ilə. İnsanlar var, ibadətdə çox səhlənkarlıq edirlər. Həddindən artıq səhlənkardılar ibadətdə. Sanki ibadətin cismini yaşayırlar, amma ruhundan xəbərsizdilər. Ona görə hədislərdə qeyd olunur ki, hər kim namazı vaxtında qılarsa, vaxtında Allahına şükranlığını edərsə, Allah Teala onun dualarını qəbul edər, namazlarını qəbul edər və digər ayədə də var ki, فَوَيْلٌ لِلْمُسَلِّنَ Vay olsun, yazıqlar olsun o namaz qılanların halına ki, onlar el gözünə namaz qılır. Yəni bu namaz qılmaqlığın Allaha xatir olduğunu Allah bizə bəyan edir. Əgər el gözünə kimsə məni məsciddə namaz qılan kimi tanıyırsa, Allah Teala buyurur, yazıqlar olsun o namaz qılanların halına. Amma digər ayələrdə Allah Teala möminləri tərifləyir. Qad əfləhəl müminun Xoş olsun o möminlərin halına. O möminlər nicatdadır ki, fi salatihim xaşiun. Onlar namaz qılanda ürəklə namaz qılırlar, Allaha xatir namaz qılırlar. Onların namazları sırf Allaha görədir. Bu önəmli bir vurğudur, bunu hər kəs bilməlidir. Üçüncü qisim, günahlar qarşısında səbr etmək. Hər kəs günahın qarşısında səbr edə bilmir, dözümsüz olur. Ona görə bu mövzuya biz çox geniş aspektdən inşallah mən düşünürəm ki, baxmaq lazımdır. Geniş aspektdə bunu təhlil etmək Quranın ayələri ilə, Peyğəmbərin hədisləri ilə.